Hörmətli məclisləri, mənim yanımda dayanan bu gözəl qız, deməli mən bugün məlumat almışam ki, Gürcüstan ali məktəblərinə imtahan verib qəbul olubdu. Gəlin bu gözəl balanı bir gözəl alqışlıya xahiş edirəm. Sevgi, səni təbrik edirəm qızım. Gün o gün olsun, ali məktəbi bitirəsən və bütün arzularına, istəklərinə çatasan. Sən bunların hamısına layiq balasan. Sənə uğurlar diləyirəm. İlk öncə təhsildə, sonra həyatda sən bunların hamısına layiq balasan. Və mən millətimin, xalqımın balalarını, övladlarını hamısını oxuyan, təhsilli, ağıllı, savadlı görmək istəyirəm. Bu yolda sizə uğurlar diləyirəm. Səni bir daha bağırma basıram qızım. Var ol. Ki, bax, elimizi, obamızı layiqincə təmsil edəcək, gələcək ziyalı bir xanımsan. Təşəkkür edirəm, var olun. Bəli, hörmətli bacılarım, bugün bu gözəl toy məclisində qardaş, bacılar əsas varlıqlardır. Elə ata qədər, ana qədər insan, sevilən insanlardır. Demirəm, bu dünyada elə yaşayım, ömrüm başdan başa kefdamaq olsun. Deyirəm, daş da çəkiyim, şələ daşıyım, tək sağlıq olsun, canımız sağ olsun. Çağlar gözəl olsun bu çağlar kimi, təbim də qaynasın bulaqlar kimi, ətrafımda dayansın o dağlar kimi, qardaşlar, bacılar yanımda cağ-bacaq olsun. Bugün Bünhan bəyin, qardaş bacılarının hər birlərinə can sağlıq arzu edirik. Arzu edirik. Qoy bütün qardaş bacılar, qardaş bacının xeyir işlərində başda dayansınlar. Bugün mən Zauru buraya dəvət edəcəm, öz xanımı Rüzxanla birlikdə. Eləcə də qardaşlarından Elvinə, İlkaya. İndi Orxan Rusiyadadır, dönə-dönə təbrik edibdir. Omar Almatadadır, onların hər birlərinə can sağlıq arzu edirəm. Bacılarından Qumruya, Arzuya, Məhəbbətə, Arda yenə Türkiyədədir, Amaliya Türkiyədədir. Və adlarını çəkə bilmədiyim özünü Pünhan bəyə, qardaş sayan, bacı sayan hər bir kəsə gözünüz aydın olsun deyirəm. Və böyük məmnuniyyətlə mən onları buraya dəvət edəcəm. İlk öncə təbriklərini eşidək, ondan sonra baxacaq işin gedişinə. Buyursun qardaş bacılar, adlarını çəkdiyim və çəkə bilmədiyim, kimlər özünü qardaş bacıca bilirsə, yaxın gəlsinlər. Gəlin, xahiş edirəm. Bugün sizlər üçün gözəl bir gündür. Qardaşınızın toy günüdür, şad günüdür. Bugün sizi qardaş kimi dəvət edirlər, gün o gün olsun, onların körpələrinin xeyir işində bir əmi kimi dəvət eləsinlər. Sizlərə can sağlıq arzuluyuram. Arzu eləyək, əmi kimi, mama kimi iştirak eləmək hər birinizin nəsibiniz, qismətiniz olsun. Xoşbəxt olsun. Allah xoşbəxt eyləsin. Bir yastıqda qocansın. Mən də sizlərin hər birlərinə çox-çox sağ olun deyirəm. Gəl görüm oruc. Xoşbəxt olsunlar, oğullu uşaqlı olsunlar. Ay maşallah. Var olun. Hər birinizə can sağlıq arzu verəm, hər birinizin gözləri aydın olsun. Və musiqiçilər. Torpiklə indi. Orxan, deməli, çoxlu sayda mənim telefonuma zənglər. Mən Orxana bu efir vasitəsilə çox-çox sağ ol deyirəm. Arzu edirəm ki, telefonu həmişə elə ovaya açılanda xoş günlər təbrik eləmək üçün açılsınlar. Var ol Orxan. O cümlədən əmsi də, Tofik də telefon açı zəng elədi. Onlar telefon açdı. Hər birinizə təşəkkür edirəm. Və gözəl bir musiqi ilə meydan məclisi qardaş başlarıdır. Sen, başımız acı qardaş, sen, gözümüz nuru qardaş, sen, qəlbinin odu qardaş, başımız acı qardaş, sen, gözümüz nuru qardaş, sen, başımız acı qardaş, sen, qəlbinin odu qardaş, gözümüz nuru qardaş.
sevesen, gider yaşka şekerim, deli kimi beni sevesen. Gözleri dolsultan, dünyada benden yok. Ağırlık edirem, ben kıskancam çok. 509 port yol versin. 509 kırmızı port yol versin. Yağlı gelsin, bazı kardeşler şerefe. Buyurun, ben geldi okuyalım. Ha maşallah. Çıkalım dağına, kurbanım yanağına. Gel bana basalım, bak geliyor bacına. Ay çıkalım dağına, kurbanım yanağına. Gel bana basalım, bak geliyor bacına. Ay le sakinem, niye gittin Türk'üne? Gel bana basalım, bak geliyor bacına. Ah le sakinem, niye gittin Türk'üne? Gel bana basalım.
Çox sağ olun qardaş bacılar. Hər birinizə can sağlığı arzulayırıq. Bəli. Əmir sarayımı yıxsa da hicran, düşmən ələtəylə tutan deyiləm. Qoy versin hökmünü amansız zaman, namusu qeyrəti atan deyiləm. Sevdalı yolçuyam, yorğun səyyədəm. Küləyəm, torpağam, mənsuyam, odam. Qəmginəm, bədbəxtəm, xoşbəxtəm, şadam. Sevgimi şöhrətə satan deyiləm. Minsir aləmində mən bir mənayam. Keçilməz dəryayam, sonsuz bir çayam. Daşqınam, günəşəm, ulduzam, ayam. Qüdrət çırağıyam, vatan deyiləm. Qoy bütün əmilər, mamalar beləcə qardaş balası üçün qüdrət çırağı olsunlar. Biraz öncə Tofiq əmisi telefon açdı, təbrik elədi bu gözəl toy dərsini Almatıdan. Mamalarından yeganə maması telefon açdı, Bəhramla Türkiyədən təbrik elədi. Bu gözəl toy məclisinə Rəsiyadan İradə maması buyurub gəlib, xoş gəlib, səfa gətiribdi. Oktay dəfələrlə dönə-dönə telefon açıb, biraz öncə oğlu Orxan telefon açıb təbrik eləmişdi. Eləcə də Svet mamasına və o cümlədən adlarını çəkə bilmədiyim özünü Pünhan bəyə, mama, əmi sayan hər bir kəsə gözünüz aydın olsun deyirəm. Və böyük məmnuniyyətlə mən əmiləri, mamaları, onların nümayəndələrini dəvət edəcəm. Yaxın gəlin ay Radə, yaxın gəlin. Gəl görüm. Biraz öncə Orxan telefon açıb təbrik eləmişdi. Allah canına sağlıq versin, artıq böyüyüb, böyük balam. Sveti yoxdur mu burada? Sveti də mən xahiş edirəm, yaxın gəlsin. İndi Tofiqi də burada çoxlu sayda əmilər var. Yəni biz indi ad ona görə çəkmirik ki, bu kök böyük kök nəsildir. Kimlər özünü əmi mama hesab edirsə yaxın gəlsinlər. Rədə gözün aydın olsun. Həmişə elə obaya gələndə gözəl toy günlərinin sədasına, sorağına gələsən. Eləcə də bugün yaşanan o böyük Rusiya ölkəsinə kimlərisə dəvət eləyəndə bax belə gözəl günlərə, toy günlərinə dəvət eləyəsən. Mən sizə can sağlıq arzulayıram. İlk öncə təbriklərinizi etdik, ondan sonra hədiyyənizi təqdim etmə mərasimi də tam dəqiqlə keçirəcək. Allah xoşbəxt eləsin. Qardaşım gözəl olsun, dünyamı gözəl olsun. Ən gözəl gəlir. Sağ olun. Mən də sizlərin hər birlərinə gözünüz aydın olsun deyirəm və gənclərin buraya buyurmasını xahiş edəcəm. Buyurun, Pünhan bəy, Açıl xanım, yaxın buyurun. Kameradan da xahiş edəcəm ki, İradə mamasının hədiyyəsini təqdim etmə mərasimi tam dəqiqlə götürəsiz. Ondan sonra məclis meydan öz axarı ilə davam edəcək. Buyurun, Açıl. Çox mübarəkdir. Aysel xanım, can sağlığı ilə gəldirəsiniz bu hədiyyəni. Qoy, İradə xanımın sizə bağışladığı bu hədiyyə sizə xoşbəxtlik, saadət gətirsin. İradə xanıma, onun həyat yoldaşı Oktaya çox sağ olun deyirik. Qazancınız gözəl günlərə, toy məclislərinə, hədiyyələrə xərcləsin. Sizlərə var olun deyirik. Gözəl hədiyyə üçün, bu gözəl toy məclisində iştirakınız üçün çox sağ ol deyirik və gözəl bir musiqi ilə meydan əmlərin, mamaların, onların nümayəndələrinindir. Yerdə göydə bilsin, məni biləyim sənsən, dərdini mənə gəlsin, məni biləyim sənsən. Yerdə göydə bilsin, məni biləyim sənsən, dərdini mənə gəlsin, məni biləyim sənsən. Yardı istəməyəm, baxımlıqdan alışam, bu sevgin ıslanıram, ama bizdən danışam, bu sevginin yanına, usanlıqla yürürük, yandan uzan gəlsən, qəlbim yaralanmışsan. Yerdə göydə bilsin, məni biləyim sənsən, dərdini mənə gəlsin, məni biləyim sənsən. Yerdə göydə bilsin, məni biləyim sənsən, dərdini mənə gəlsin, məni biləyim sənsən.
yükselen yar divane olur. Neler olsa yar kemer bir olur. Olan başına ihmal olur. Neler olsa yar kemer bir olur. Olan başına ihmal olur. Sen şamsalan yar pervanen olur. Baş yükselen yar divane olur. Sen şamsalan yar pervanen olur. Baş yükselen yar divane olur. İsterler, eşk olsun, varlık gelsin, buyurun, gözümüz aydın olsun, dayanasın. Elinlerinin önüne oyalı direş, yerden yere vurdu sevdani güneş. Ellerinin önü oyalı direş, yerden yere vurdu sevdani feleş. Her acıya dayanamaz bu yürek, ölümün ayrılamam ben sana. Her acıya dayanamaz bu yürek, ölümün ayrılamam ben sana. İşk olsun. Ne güzel. Geçen gün Şam'da aramız istedi, sağ olasın. Sağdır bir ne geceysen, bakar canım bizim evinde. Asayardan haber getir, koyma düşür beni derinde. Koyma düşür beni de. Hele bir sümsüme geç, hele bir okudur. Yüreğim yaralıdır, bilmeyi çok bilir. Hele bir sümsüme geç, hele bir okudur. Yüreğim yaralıdır, bilmeyi
ölümüm var. Ağaçlar ilişkiler, ağlarım sarsar, ağlarım sarsar. Ağlama yol taksi, şu yollarla yaksın. Bu yolları, ana yollar taksi. Senin esnafiden sayılar dinler, çöllere düşmüşe haberin var. Sabil bayramın arası, dillere düşmüşe. Var olun, əmilər, mamalar, onların nümayəndələri. Bəli, elə əmi qədər, mama qədər əziz olan insan dayı xaladır. Çünki dayı xala insana ana qədər yaxındır, ana qədər müqəddəsdir. Mən bugün dayıların, xalaların hər birlərinə gözləriniz aydın olsun deyirəm. Bugün bütün dayılara Mövlud dayısı başda olmaqla hər birlərinə can sağlığı arzuluyorum. Hərçənd Elman dayısı burada yoxdur, öz xanımı Tüzələri birlikdələr Türkiyədədirlər, amma onların çoxlu sayda təbrikləri var və məndə olan məlumata görə onların hədiyəsi var. Hədiyəni də Rəhman dayısı təqdim edəcək. Eləcə də xalalarına, Sevginaz xalasına, öz həyat yoldaşı Azərlə birlikdə və o cümlədən burada çoxlu sayda dayılar, xalalar, onların nümayəndələri var. İndi biz hamının adını çəkməsək də kimlər özünü dayı, xala hesab edirsə, xahiş edirəm, yaxın gəlsinlər. Gəl Mövlud qardaş, yaxın gəl. Bugün bacı balasının gözəl günüdür, şad günüdür. Gözünüz aydın olsun. İndi Elman burada yoxdur, amma siz buradasınız. Onun çoxlu sayda nümayəndələri buradadır. Bax, onu əvəz edən burada çoxlu sayda dayılar var. Allah hər birinizin canına sağlıq versin. Bilirsiniz, dayı adı böyük olan şeydir. Dayı kölgəsi ağır olan şeydir. Kölgəniz ağır olsun. Maşallah Elman, maşallah. Hörmətli məzunları ilə dayı canlı yayındadır bugün gözəl toy bəzisində. Elman, sizin sağlıqlarınızdır. Artıq dayılar, dayıların nümayəndələri buradadır. Öpürəm səni, bağırma basıram. İlk öncə sizə təşəkkür edirəm ki, çox sağ olun bu gözəl toy məclisinə bir gözəl hədiyyə eləmişsiniz. Sizə can sağlığı arzulayıram, qazandığınız pullar həmişə hədiyyələrə xərclənsin. Yolunuz gözünüz aydın olsun. Təbrikləriniz edir qardaş. Mən hər kimə təbriklərimi bildirirəm. Bacım oğluna xoşbəxtlik arzulayıram. Uzun ömür, gözəl günlər, bir yaxşılıqda qocalsınlar. Nəvəli, nəticəli köçəcəklər olmuş olsunlar. Xoşbəxt olsun. Xoşbəxt olsunlar. Bacımın sözünə baxanlar olsun. Allah xərcisi Çox sağ olun. Mən də sizə təşəkkür edirəm xanım. Yəni, Pinhanı hər birimiz tanıyırıq ailəsini, həm qohum ailəsini, tərbiyəsini, bütün sahədə onun mədəniyyətini. Qız balamızın mən müəllim olmuşam, ona dərs demişəm, açıq deyirəm ki, belə bir gənclərin xoşbəxt olmağa heç bir maneçilik yoxdur. İnşallah onları doğrudan da xoşbəxt olacaqlar. Çünki hər ikisi gözəl ailənin balalarıdır, gözəl yüksək tərbiyə görmüş balalar. Maşallah, Ceyhun. Var ol Ceyhun, sağ ol. Allah canına sağlıq versin. Çox sağ ol ay Ceyhun, çox sağ ol, var olun. Gözəl sənətkar, var olun. Həmişə toylardan səsiniz gəlsin eləcə. Bəli. Buyurun, indi mən gənclərin durmasını xahiş edəcəm. Burada bir hədiyyə var, Elman dayının hədiyyəsini təqdim edəcək. Gəlin görün, buraya yaxın gəlin. Ondan sonra musiqi meydan sizlərin qulunda hazır olacaq. Pardon. Ay mübarəkdir, çox mübarəkdir, çox sağ olun. Elman dayısına da çox sağ ol deyirik bu hədiyyə üçün. Qızım, xoşbaxtlıq gətirsin bu hədiyyə sana. Can sağlığı ilə gəzdirəsən və Elman dayı da gələndə gözəl bir çay süzərsən, öldürücü parmağını da göstərərsən ki, bu sən hədiyyəlerinizdir. Var olun, dayılarım, beydasılarımdır.
gözyaşı kaldı. İşkanslı bir şen alışır yandı. Geriye yalnız gözyaşı kaldı. Gülüzlü yarım beni kırama, ne olur beni dağı taşı salma. Gülüzlü yarım beni kırama, ne olur beni dağı taşı salma. Seni sevdim, seni hiç bildim. Gitme yolun ki sana göre geldim. Olmuşsam heyran, bana gözüne. Yüzü sıra vurma bir kelime sözüne. Sevdim, sevdim, seni sevdim. Sevdim, sevdim, sana göre geldim. Sevdim, sevdim, seni yine sevdim. Sevdim, sevdim, sana göre geldim. Senin hasretine, senin derdine, çöllere düşmüş haberin var. Çıkabilme inanı arasına, dillere düşmüş haberin var. Senin hasretine, senin derdine, çöllere düşmüş haberin var. Çıkabilme inanı arasına, dillere düşmüş haberin var. Son gelişin birin oldu sevgilim, sarıldı yüreğim soldu sevgilim. Ahır bize bir ay oldu sevgilim, dillere düşmüş haberin var. Yine özümüzün canlı oxumağımız yaxşılar inşallah. Ürəyimizdə istəyir. Yakında yan tutanlarına, bu yüzünden, bu yüzünden. Yakında yan tutanlarına, bu yüzünden, bu yüzünden.
xalar xalalar. Hər birinizə can sağlığı arzulayırıq. Arzu elə ki, həmişə bacı balasının xeyir işlərindən başda dayanasan. Alqışlayaq toy düyünlü elləri, möhkəm olsun kirvəliyən telləri. Ailənin, kirvələrinin hər birlərinə can sağlığı arzulayırıq. Bugün Cüməli kirvəyə, Gilən kirvəyə, Mixoya, eləcə də Kamandar kirvəyə, onların hər birlərinə gözləriniz aydın olsun deyirik ki, arzu edirik ki, bütün kirvələr kirvə ailəsində beləcə məclislərin başında dayansınlar. Biz hər birimiz çox gözəl bilik ki, kirvəli müsəlmançılıq aləminin müqəddəs qohumluğudur. Bugün də bu ailədə bu kirvəli qohumluğu çox əziz müqəddəs tutdur. Mən arzu edirəm ki, bu ailələr arasındakı bu kirvəli qohumluğu 100 illərlə davam eləsin və davam elədiyi müddətdə də tez-tez təzələsin. Çünki kirvəli qohumluğunun tez-tez təzələnməsi oğlan uşaqlarının çox doğulmasına dəlalət edəcək. Mən bugün kirvələrin hər birlərinə gözünüz aydın olsun deyirəm və böyük məmnuniyyətlə kirvələri, onların ailə üzvlərinin nümayəndələrini buraya dəvət edəcəm, onların təbriklərini, xoş arzularını eşidəcək. Gəlin görün, Cüməli kirvəsi, Gilən kirvəsi, Mixodur, sonra Kamandardır, Ehtiyat kirvəsi. Yaxın gəlsin xacım, Leyla kirvəsi, yaxın gəlin xacım, Cüməli gözünüz aydın olsun. Bugün həm bir qonşusuz, həm də kirvə ailəsində gözəl bir gündür. Allah canınıza sağlıq versin. Arzu eləyək ki, gəl görüm, Ehtiyat kirvə hardadır, o da yaxın gəlsin, xahiş edim, bunların nümayəndələri də. Hər birinizə can sağlıq arzuluyoruz, gözləriniz aydın olsun deyirik. Və təbriklərinizi. Xoşbəxt olsun. Taliyar müəllim, mən deyirəm ki, bu ailədə birincisi kirvə kimi yox, mən birincisi həm ailənin üzvü kimi, həm bir kirvə kimi, mən arzu edirəm ki, bütün dəni kimi kirvələr qoy bu ailənin baş tacıdır. Sağ olsunlar, canlar olsun, xoşbəxt olsunlar, qoşa qarısınlar, balalı, nevəli, nəticəli olmuş olsun. Sağ olsun. Ama bizim quzalara yazdım çıxar. Yox, qudaların, yəni belə deyək, quzalar məclisin şahidləri onların tez durması məclisin sonu deməkdir. Var olun, bütün kirvələr təşəkkür edirəm. Biraz öncə, deməli, Namif Almatadan telefon açdı, xalası oğlu İlhamın telefon açdı, gözəl toy məclisini təbrik elədi. Mən də bu efir vasitəsilə Namifə çox sağ ol deyirəm. Gözəl musiqi, gözəl meydan, məclis kirvələrindir.
Eşk olsun. O senin kara gözlerin, senin olsun ben olsun. O senin acı sözlerin, senin olsun, senin olsun. Ne güzel, ne güzel. Yine değmesin kadınlarım o mahnedir. Onu istediler valla. İndi anam oynayacak güzel bir şey. Duymalar 2, 3, 4 ayak yere değmesin. Kapuzlara aytamız şok şokundan küylesin. 1, 2, 3, 4 ayak yere değmesin. Kapuzlara aytamız şok şokundan küylesin. Çok sağ olun, var olun kirveler. Her birinizin kollarınıza, gücünüze takat. Bəli, bugün İlhamının bir yerde çalıştığı, oraya bir yerde iş yoldaşı olan insanlar. Geldin çıkma bazara. Valla, yakın gel Enver, yakın gel. Yok, sen bir tebrik eləyəcəksən hala geciktiğine göre. Yani biraz maşın geç geldi, böyle çöğürüp belki doğru. Baktım. Enver gözün aydın olsun. Bugün Nevan'ın toy günüdür, güzel gündü. Sen de biraz geciktin, üzürlü sebepten geciktin, buna söz yoktu. Gel bir balalarını, nevelerini tebrik ile ondan sonra bakacağız. Allah xoşbaxt eləsin. Oğlu qızlı olsun. Enver var olan var. Heyecanlısan. Allah canına sağlık versin, artık her şey kadınına amaksın. Güzel bir musiki vereceksin. Bu baba için, ben babanın böyle de hatırına tutanlar 10 numara var oynayacaklar. Biraz indi gecikifti, evi yoktu. Yani üzülü sebepten bilirsiniz ki bunların orada da evleri var, o evlerdeki işleri bir varacak kaydasına salana kadar lengir. Ama hiç çatmamaktan, gelip çatmak daha güzeldi. Hem de hayır bir şey. Buyur göre, güzel bir musiki. Bir bakalım elimizin arası, bir ameli aramızda kalsın. Bir görüştü bendimizin sonrası, bir görüştü bendimizin sonrası. Bir merhaba sana, ayıp olmuştur, yolları yakarsan acayip olmuştur.
Qollarına gözünüzdə taqət həmişə yurdunda, yuvanda, toy səsi, musiqi səsi, çalçan səsi kəsin. Bəli, bugün bu gözəl toy məclisində İlhamın bir yerdə çalışdığı insanlar, onu ilə iş yoldaşı olan insanlar iştirak edirlər. Mən onların hər birlərinə can sağlığı arzulayıram. Çünki halal zəhmət bəhrə verər, baldadar. Haram tikə insanları aldadar. Bugün İlhamın yanında İlhamla birlikdə çalışan insanların hər birlərinə mən can sağlığı arzulayıram. Çünki bunlar elindən obasından qırağa çıxdılar və özləri üçün gözəl şərait, yurt yuva yaratdılar. Hamısı halal zəhmətin, bol bəhrənin hesabına. Mən xahiş edirəm, İlhamın o iş yoldaşları, hamısı buraya yaxın gəlsinlər, xahiş edirəm. Kimlər burada iştirak edir, qadınlı kişilik. Gəlin xanımlar, yaxın gəlin. İş yoldaşı oldunuz, İlhamı daha yaxşı danışdınız. Deyil, qardaşını tanıyırsan, deyir, valla, yoldaşlıq eləməmişəm, amma siz yoldaşlıq eləsiniz. Sizlərə can sağlığı arzulayıram. Sizin hər biriniz halal zəhmətlə özlərinə ruzi qismət qazanan insanlarsınız. Təbriklərinizi eşitək, ondan sonra baxacaq. İlhamın gözü aydın olsun. Allah onu gəldi, xoşbəxt eləsin. Əvəzindən mən deyirəm, xoşbəxtdir. Mən də sizin hər birinizdə çox-çox sağ olun deyirəm. Xoşbəxtlik elə bir varlıqdır, insana həyatda lazım olan hər şey onun daxilində yerləşir. Sizlər də sağ olun ki, bu gözəl məclisə İlhamın yanındasınız, sevinç xanımın yanındasınız, onun sevincə şərik olursunuz. Gözünüz aydın olsun, gözəl bir musiqi də meydan sizlərə verir. Nar gələsiz, ömrümün bir dənəsiz, bal kimi, şəkər kimi, səni sevirəm. Nar gələsiz, ömrümün bir dənəsiz, bal kimi, şəkər kimi, səni sevirəm. Mümkün değil.
seviriz. Ben sen sevdiğim yılmaz. Adam kafa sevir. Nasıl seviriz. Kaynak sevdiğini seviriz. Ben sen sevdiğim kadar. Gelsin, hemşi güzelliği olsun, şirinliği olsun. Buyurun. Biruni.net'te Primyera. Kana gelin mimarla, oturmanla, oynanla. Toy bozun başkaça, oynap sıra doymanla. Kana gelin mimarla, oturmanla, oynanla. Toy bozun başkaça, oynap sıra doymanla. 1, 2, 3, 4, ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. 1, 2, 3, 4, ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. Oynamaka uyalgan ermanlarda kaladı. Oynağanlar hazzetip canı derman aladı. Karab dursan bir zamanda toy tamam bop kaladı. Karab dursan bir zamanda toy tamam bop kaladı. 1, 2, 3, 4 ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. 1, 2, 3, 4 ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. Osman Bakşı toyga deyip sazlap geldi sazını. Maktap aytarışı toyda güzellerinin ağzını. Oynalı bir basın basın gazını. Oynalı bir basın basın gazını. 1, 2, 3, 4 ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. 1, 2, 3, 4 ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. Ayak yere değmesin. Hafızlara aytamız şok şokundan küylesin. 1, 2, 3, 4 ayak yere değmesin. Çok sağ olun, mən də sizlərin hər birinə bir daha təşəkkür edirəm. Hörmətli məzunları, bayaqları mən qeyd elədim ki, bütün qohumlar, bütün əzizlər, əzizdən əzizdir. Rəşad, hardan təbrik etsin, Rəşad? Dayısı olur, Rəşad telefon açıb təbrik edir, canlı yayındadır. Rəşad, çox sağ ol. Mən də sizi təşəkkür edirəm, var olun deyirəm. Belə gözəl bir gündə, gözəl bir məqamda telefon açıb təbrik edəcək üçün çox sağ olun deyirəm. Telefon açıb var olun. Sizin istəyinizi yerinə yetirəcək olacaqdır. Bayaqları qeyd elədik ki, bütün qohumlar, bütün yaxınlar yaxından yaxındır, əzdən əzdir. Bugün ailənin bayaqdan olan qudaları da burada iştirak edir. Zabitlə Nurana xanım buradadır, öz övladları ilə birlikdə. Mən onlara can sağlıq arzulayıram. Çünki bu ailədə bütün qohumluqlar çox əziz, çox müqəddəs, çox gözəl işlənir. Mən Zabiti buraya dəvət edəcəm, öz xanımın Nurana ilə birlikdə onların təbriklərini işləyəcək. Ondan sonra məclisimiz öz xaylı davam edəcək. Buyurun, xahiş edim, Zabit harada yaxın gəlsin. Gəl görüm Nurana xanım harada yaxın gəlsinlər. Onlar yenə canlı yayındadır. Ben size teşekkür ederim, var olun deyirəm. Həmişə telefonu şad günlər açılsın Rəşad, var olun. Hörmətli məzunları, bəyimizin dayısı olur, telefon açıb Rəşad.
bütün bəlçisi, toy bəlçisini təbrik edir, gənclərə xoş arzularını çatdırır. Amma onun gözünüz aydın olsun. Bugün Quda ailəsində gözəl bir gündür və bu xeyir-işin başında da sizsiniz. Bu ailədə bütün qohumluqlar müqəddəsdir, əzizdir, kirbələr də, qudalar da, qonşular da. Mən bu yollarda sizlərə uğurlar diləyirəm və bugün burada bəlçimizdə yeni qudalar da var. Birazdan biz onları da dəvət edəcək. Öncə sizlərin təbriklərini, xoş arzularını eşidək, ondan sonra bəlçimizə xeyirli davam edəcək. Xoşbəxt. Xoşbəxt olsunlar, oğullu qız da olsunlar. Anam, bacım, qız gəlin. Əli ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. Allah xoşbəxt olsun. Çox sağ olayım Nurana, Allah razı olsun. Amma biraz zamanəmiz ağırdır. Anam, bacım, qız gəlin. Əl ayağı düz gəlin. Zamanəmiz ağırdır. 3 oğul, bircə dənə qız gəlin. Var olun, sizlərə can sağlığı arzulayırıq, gözəl bir musiqi ilə meydan. Bu qudalarımızda bayaqdan bir mahnı sifariş ediblər, məqsəd Baba mahnısı deyən bir mahnı var. Onun yerinə yetir, ondan sonra növbət salımıza keçəcək. Çox da etçəndə qonaqlarımız sağlamayaq, ondan sonra növbət salımıza keçəcək. Buyurun.
babam 8 köşe kasketiyle omuzunda sakosuyla anası afradı cigarası yüreğinde dünyası 6 çocuk eğitmiş ilişki başına adam benim babam derdi dağlarından büyük çaresiz bilmiş bu adam benim babam derdi dağlardan büyük çaresiz bilmiş bir gün olsa gülmüş rahatları bilmemiş gözyaşları silmiş 6 çocuk büyütmüş ilişki başına bu adam benim babam bir kapıyı kapatan yerine yatar baba Allah büyüktür baba ağlamam benim Yollar verin hadi. dert etmek muhtar para gün yeter babam canım baba bir gün kapıyı kapayan babam Allah büyüktür baba Eski olsun her babam Maydan gibi yüreği vardı benim babam bana derdi o günler sırasına kuzanırsın benim babam koptuğunda bir çınar onun gölgesinde kimler yatar kimler durar biz babamızın oğluyuz ben babam oğluyum biz babam oğluyuz ağlamam benim babam neredeyse sarılmam kara gün geçer babam canım babam bir gün kapıyı yine de yakar babam Allah büyüktür eski olsun sıkıntıları her birimize güzel bir gün var olasınız Sonunda her birine can sağlık aldıram. Bəli. Kimler gözünün baba nene sahip olan hamsinde sahip olan. Qonşu insanlara ilahiden pay verilen bir varlıqdır. Bugün İlhamın bütün qonşularına gözünüz aydın olsun deyirik. Arz edirik ki bütün qonşular bir-birlərinin ailələrində xeyir işlərdə iştirak eləmək üçün tələsinlər. Hətta borclu qalanda bax bu xeyir işlərdə bir-birine borcu qalsın. Biri birinin 3 toyunda, o birisi başqasının 5 toyunda iştirak eləsin. Bütün qonşular gözünüz aydın olsun. Arz edirik ki bir-birlərinizin qapılarınıza xeyir işlər üçün cəmləşəsiniz. Qoy bu toylardan bütün subaylarınıza pay düşsün. Və böyük məmnuniyyətlə mən qonşuları buraya dəvət edəcəm. Biz ad yazmamışıq, mən qonşuların hər birini çox gözəl tanıyıram. Qonşu deyəndə İlhamın bütün qonşularına söhbət edir. Qonşular yaxın gəlsinlər. Onların təbriklərini eşidək, xoş arzularını eşidək. Ondan sonra məclisimiz öz xanıyla davam edəcək. Buyurun, xahiş edirəm. Gününüz aydın olsun. Hər birinizə can sağlıq arzuyuruq və arz edirik ki, qoy bütün qonşular bir-birlərinin ailələrində bax beləcə xeyir işlərin başına dayansınlar. Sümbülləri bol olsun, gələn il bu qədər bir olur. Allah xoşbəxt eləsin. Ben de bütün qonşular, indi qonşular deyəndə bura sıx məhəllədir. Mən qonşuların hər birlərini çox gözəl tanıyıram, amma indi kimin adını çəkəndə deyəcəklər ki, niyə belə? Yəni bütün qonşulardan söhbət edir. Meydan məclislərindir. Bir gözəl bir musiqi verin qonşular üçün. Bütün qonşular meydana. Qonşulara hələ əlavə yerə olacaq imkan oynamağa.
gözəl dostlar var, can qurbanı. Gülüşüne varılmışam. Ne bir kuş sene bir kemer, öbür günü kuş olmuşam, öbür günü kuş olmuşam, öbür günü kuş olmuşam, kuş olmuşam. Ayak yere değmesin. Biruni.net'te Pремьера. Tamam şok-şokundan küylesin. 1, 2, 3, 4 ayak yere değmesin. Hafızlara aytamız şok-şokundan küylesin.
az yerə əlavə imkan verildik. Ben bugün qudaların hər birlərinə can sağlıq arzulayıram. Bizim burada çoxlu sayda qohumlar var, sallar var, cavan olanımız var, oynamazdır. Hamıya növbə çatacaqdır. Bugün iki ailə arasında yaranan bu qudalığı mən ürəkdən alqışlayıram. Mən Cəmala, eləcə də İlhama gözləriniz aydın olsun deyirəm. Çünki yaxşı bir ailənin, yaxşı bir ailə ilə qohumluq əlaqəsi olması Allahın xoş gününə düşən bir gündür. Ben Cəmal buraya dəvət edəcəm. Buyurun Yusuf balım. Sizlərə can sağlığı, Cəmal gözünüz aydın olsun. Bu qudalıq yollarında sizlərə uğurlar diləyirəm. Arzu edirəm ki, can deyib can eşidən qudalardan olasınız. Qucağınızda nəvə nəticə gəzərsin. İlham yaxın gəl, İlham sana buraya gəl. İlham yaxın gəl. Canınız sağ olsun. Sizlərə bu yolda uğurlar diləyirəm. Bir daha deyirəm ki, qucağınızda nəvə nəticə gəldirəsiniz. Allah xoşbəxt eləsin. Nə ürəklərinə sağlıq istəyir, elə biz istəyən kimi gözəl yaşasınlar. Biz nə təhər bir-birimizi başa düşmüşük, qohumuyla, ham bir-birimizə bağlıyıq. Mən istəyən ailəyə də düşdüm. Sağ olsunlar, Allah xoşbəxt eləsin. Ənər mənim gözəl sağlıq dediniz, hər iki qudaların xoşbəxt olsunlar. İlham sağ olun. Qazandığın həmişə balalarının, qohum məqrabanın aşağıdan xeyir işinə qismət olsun qardaş. Elə də Cəmal Bacalar sizin qazandığınız həmişə balalarının, nəvələrinin, nəticələrinin boyuna şanına qismət olsun. Xoşbəxt olsunlar, qoşa qarşısınlar, bir-birini başa düşəndən olsunlar. Nə arzu deyirlər, razılarına çalmış olsunlar. Sağ olun, sağ olun, sağ olun. Allah sağ olsun, can sağlık olsun. Həyatda neydim izləyəm verəmənlər. Bu Allah sağ olsun, o iki bir bağlarım. Onu sana kız verdi. Yani yok kız verdi. Allah sağ olsun, bu iki bağlarım xoşbəxt günlər. Boşa qalsınlar. Allah onları oğlunu izləyəm qalsınlar. Çağma adamların da oğul tapır. Buna söhbət var. O iki qudalar mesela xoşbəxtlik, arzu edirəm, şirinlik arzu edirəm. Qoy, gözəl günlərdə sizə o iki bağlarınızı qarşılayın. Belə bir atalar məsəli var. Deyir, gəlin yaxşı olarsa, qaynata deyir, Allah, bir qız tapdır. Həmən, oğul da yezinə yaxşı olarsa, qaynata deyir ki, bir oğul tapdım. Həmən, heç biri bir-birindən yola getməyəndə dedilər, qız da itirdik. Qız da itirdik. Qoy itirməmiş olasınız, tabandan olasınız hər gün. Həmişə xoşbəxtlər olsun. Hər iki ailədə mən arzu edirəm ki, ömür boyu xoşbəxtlik, nəvəli, nəticəli, balalı olmuşsunuz. Bala qayğısı bir-birini başa düşənlər olsunlar, bir-birinə güzəş getməyi bacarmış olsunlar. Sevinç başlarının tacı, kədər əyəklərinin tozu olsun, xoşbəxt olsunlar. Sağ ol, o dediği gözüne niye eləmirsən? Var ola. Gəlin gözəl bir alqışla qudaların bu rəqsində gözəl bir sənətkarı Vüsalanı bunu dəvət eləyək. Alqışlar zəifi gəlməyəcək Vüsalə. Gələk Mahmud Vüsalə. Vüsalə xanım, xoş gəlmişsiniz. Xoş gördüm əzizlərimiz, axşamınız xeyir olsun. İlham dayı, Sevinç xanım, təbrik edirəm evladlarınızı inşallah. Allah xoşbəxt eyləsin. Mən bura İradə xalanın təşrifi ilə gəlmişəm. Sürpriz eləmək istədim, mən də etiraz etmədim. Allah mübarək eyləsin. Qulağınız daim olsun.